Salam, hörmətli icracı. Əgər bilmək istəyirsiniz ki, kreditlə almış əmlak, ev, maşın hansı halda necə bölünə bilər və əsər arasında və ya boşanma zamanı əllə arvad arasında video sonuna qədər baxın. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Əgər nəsə aydın olmasa, əgər mənim telefonum və videonun izahının yerində YouTube kanalında qeyd olunub, eyni zamanda YouTube kanalı şut bölməsində istənilən videonun üzərində var. Həm telefonum və həm kart nömrəm. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Beləliklə keçən mövzuya hörmətli icracı. Amma əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin qoy hamı bilsin hüquqlarım. Bir də dəstək üçün YouTube kanalına abunə olun. Hörmətli icracı. Beləliklə keçdiyim mövzuya. Deməli, kreditlə almış ev, məsəl üçün belə götürək. 2 otaqdırsa, təzə tikiləcəksə və ya xışovka deyən ev arasında evdədirsə, bina evidirsə, o halda faktiki texniki cəhətdən bölünmədiyinə görə, yəni pul vəsaiti kimi bölünür. Bunu o deməkdir ki, yəni tərəflər arasında, yəni həmin evdə birgə yaşaya bilər və 2 otağın birində əri yaşayır, birində arvadı yaşayır. Hörmətli icracı. Eyni zamanda banka məsələsinin 100 minlik kredit götürübsə, 30 min ödəyibsə, yerdə qalan 70 mini 2 hissə bölünür. Yəni 35 min arvad ödəyir, 35 min əri ödəyir. Hörmətli icracı. Və belə deyək də, və sənə də mülkiyyət sahibi dünyasını dəyişdikdən sonra, yəni 5 dəfə vərəsə varsa, hərəsi gedir öz payını götürür. Amma burada bir incəyi var. Hörmətli icracı, onu qeyd edin. İncəyi ondan ibarətdir ki, qanunverici əsasən, məsəl üçün 5 dəfə vərəsə varsa, onun 3'ü gedib payını götürürsə, 2'si götürmürsə və yaxud biri götürmürsə, onun payı açıq qalır. İstənilən vaxtı gedib götürə bilər. Amma burada incə məqam ondan ibarətdir dediyim kimi. Bu bank mülkiyyəti olduğuna görə, hörmətli icracı, bank gözləməyəcək. Deyəcək, hansı vərəsə gəlib götürürsə, evin də hamısını ona verər. Bu bank pulunu istəyir axı, ona görə. Bu mübahisəli məqamlardan biridir. Hörmətli icracı, nəzərə alın. Yəni ki, belə bir məsələdə ehtiyatlı olmaq lazımdır. Yəni burada hansı vərəsə tez tərəfəndə o da gedib payını götürəcək. Əgər yox, hamısı getirib 5 nəfərin 5'i də götürdüsə, onda bu pul 5 nəfər arasında bölünəcək. Hörmətli icracı, nəzərə alın. Yəni ki, banka məsəl üçün 70 min borc qalıbsa, həmin 70 min 5 nəfər arasında bölünür və ödəniş olur. Məsəl üçün belə deyək də, 14 min. Hərəsi 14 min ödəməlidir və hamısında orada yaşama hüququ var. Nəzərə alın. Hörmətli icracı. Belə bir incə məqamlar var. Hətta əllə arvad arasında ev nikahdan əvvəl alınıbsa və nikahdan sonra kredit ödənibsə, o halda da bölünür. Nəzərə almaq lazımdır. Maşına gəldikcəsə, o bizim maşını kreditini götürəsiniz. O bizim kimdənsə fiziki şəxsdən götürəsiniz və onun yerinə kredit müqaviləsinin yerinə icarə müqaviləsi bağlayasınız. O halda o belə deyək də, kredit müqaviləsi belə götürək, hörmətli icracı, bölünür, amma icarə müqaviləsi bölünmür maşının tam adı keçənə qədər. Hörmətli icracı. Gələn videoda məlumat verəcəm ki, hansı halda yanlış tikir necə bölünür, eyni zamanda sonradan təmin olunan evə. Əgər kiməsə maraqlısa sona qədər izləsin. Qeyd edin kimi, telefonla hüquq məsələdə almaq üçün mənim telefonuma videonun izahı yerinə qeyd olunub. YouTube kanalında, eyni zamanda YouTube kanalında şut bölməsində istənilən videonun üzərində var. Hörmətli icracı. Dəstək üçün kanala abunə olmağı unutmayın. Vacib bir məsələlərdən biridir. Hörmətli icracı. Zəhmət olmasın. Baxın, hörmətli icracı. Yəni, mən əziyyət çəkib, qanunları axtarıram, araşdırma aparıram, öz təcrübəmi bölüşürəm. Yəni, belə deyəm, əziyyət çəkirəm. Yəni, pis mənada qeyd edəməyəm. Əlvi olan şəxsi olmamağa baxmayaq. Yəni ki, belə deyək,
Əziyyət çəkib maarifləndirirəm insanlar. İnsanlarsa bir dənə bəyənməni, yəni belə deyək də, etmək istəmirlər. Bir dənə abunə olmaq istəmirlər. Amma kimsə diktator oynarsa, kimsə diktator söz söylərsə, yemək yeyərsə, onu bəyənirlər. Hətta hədiyyə də atırlar. Mən dəfələrlə demişəm ki, gəlin bir aksiya keçirdək, bir yer götürək. Orada həm güzəştli hüquqi yardım verin, həm də əli dostlarıma əl işini satın. Hər bir vətəndaşdan bir maddi kampaniyası. Amma abunə olan şəxs azdır. Hörmətli izləyicilər, nəzərə alın. Dediyim kimi, mən 50 olan şəxsin 50 arabasındayam. Əgər 50-ilə bağlı hansı bir suallarınız varsa, 50-nin təyin olması, pensiya və ya digər məsələ, buyurun müraciət edin. Bundan əlavə digər məsələlərlə də bağlı müraciət edə bilərsiniz.